Bizi birləşdirən Mədəniyyət İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Milli Musiqi Kimliyimiz layihəsi çərçivəsində Qərbi Azərbaycan Aşıqları adlı konsert proqramı keçirilib. Konsert proqramının əsas məqsədi Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi, eləcə də milli musiqi kimliyimizin ayrılmaz tərkib hissəsi olan aşıq sənətinin geniş ictimaiyyətə daha dolğun şəkildə təqdim edilməsidir. Layihə çərçivəsində Qərbi Azərbaycan bölgələrində qaynaqlanan aşıq havaları, dastan parçaları və klassik aşıq nümunələri səsləndirilib. Tədbirdə tanınmış aşıqların ifasında Qərbi Azərbaycanın unudulmaz saz havaları, zəngin şifahi xalq yaradıcılığı nümunələri və milli mənəvi dəyərlərimizi əks etdirən musiqi kompozisiyaları təqdim olunub. Konsert proqramı həm musiqi sevərlər, həm də aşıq sənətinin tədqiqatçıları üçün maraqlı və yadda qalan mədəni hadisə olacağı ilə formalaşıb. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir və Azərbaycan Aşıqlar Birliyi tərəfindən tərəfdaş qismində dəstəklənir. Ziya Hikmətoğlu, Rəsul İsayev, Səs TV xəbər.